Hər birinizi salamlayıram. Mən Grassmaster Vasif Durorbəyli sizin üçün maraqlı bir oyunu şərh etmək istəyirəm. Ümumiyyətlə oyunun başlanğıcında qala qurmaq ən vacib şərtlərdən biridir. Çünki şah ən vacib fiqurdur və onun təhlükəsizliyi mütləq və mütləq təmin etməliyik. Dünyanın ən güclü şahmatçıları təbii ki, bu qaydaya əməl edir, amma ara bir sanki unudurlar ya, başqa səbəblərdən kobud səhvə yol verirlər. Dünənləri maraqlı bir oyun baş tutmuşdu Özbəkistanda. Yakubayev, Nodirbək və Erqaisi arasında. Yakubayev, Nodirbək ümumiyyətlə açıq turnirlərdə qələbə qazanmış çox güclü Özbək şahmatçısıdır. Amma bir qədər qeyri-stabilliyi də var demək olar. Çünki bəzi oyunlarda indi görəcəyiniz kimi çox kobud səhvlərə də yol verə bilər. Keçək oyuna görə bu oyunda nə baş verir? Ağlar D4 gedişini edir və qaralar D6 gedişini oynayır. Ümumiyyətlə D6 gedişi bir qədər pis gediş hesab edilir. Çünki mərkəz uğrunda hansı ki ən əsas xanalardır, bu 4 xana, o qədər də yaxşı mübarizə aparmır bu gediş və əslində Y4 gedişindən sonra bir növ Pirsom Ufimtsov quruluşuna keçir. Adətən ağlar Y4 oynayanda məsələn D6, D4. Burada keçidlər var. Və D4-ə qarşı D6 oynamaq bir növ rəqibi dəvət eləyir ki, Erqaisi istəyirsən pirk oynayaq. Amma problem nədədir? Yakubayev Nodirbək özü D4 oyuncusudur və Y4 adətən oynamır və pirk quruluşlarından o qədər də məlumatlı deyil. Belə olan təqdirdə pirkə getmək nə qədər məntiqlidir? Məsəl üçün burada adətən Y4 oynamayan şahmatçılar at F3 gedişini gəlir ki, burada Y5 gedişi olmasın və öz bildikləri struktura uyğun strukturlara keçir. Erqaisi artıq ikinci dəfədir ki, bundan əvvəl Norveçdə dünya çempionu Gukeşə qarşı D4-də D6 gəlmişdi. Gukeş də belə deyək, özünü bu təklifdən saxlaya bilmədi və Y4 gəldi, keçdi belə deyək, Y4 strukturlarına və tezliklə çox pis bir vəziyyət aldı. Və ümumiyyətlə bu çox maraqlı bir fikirdir. D4-də D6 oynamaq Y4 oynamayan oyunculara qarşı və burada da belə deyək, Yakubayev bir növ bu çağırışdan qaçmadı, Y4 oynadı. Amma mən buna şübhəli gediş kimi qoymuşam. Yəni sırf Nodirbəkin bu vəziyyətlərə bələd olmadığına görə bu işarəni qoymuşam. Təbii ki, əslində Y4 gedişi burada ən güclü gedişdir və nida qoymaq lazımdır. Amma bu oyun üçün məncə Nodirbək oynamasaydı yaxşıdır. Çünki 3-cü gedişdə artıq göstərdi ki, o bu vəziyyətlərə bələd deyil. Bu at F6 gedişindən sonra ən yaxşı gediş təbii ki, at C3-dür və Y4-dəki piyadanı qoruyur, D5-ə nəzarət edir. Fil ümumiyyətlə D3-də bir qədər yaxşı dayanmır və görəcəksiniz niyə görə fili D3-ə qoymamaq daha yaxşı olardı. Y5 oynayır, C3 və at D7. Bu gedişdən sonra yəni məntiqli gediş at F3 kimi görsənir, amma F4 oynamağı və yaxud atı bura qoymağı kompüter daha məsləhətli hesab edir. Çünki at F3 gedişindən sonra qaraların çox güclü D5 gedişi var. Dərhal mərkəz uğrunda döyüşür və artıq görürük ki, filin D3-də olmağı o qədər də yaxşı deyil. Çünki belə vursaq Y4-dən sonra 2 qat zərbə və daşlarımızdan biri gedir. Bu vəziyyətdə artıq özlüyündə qaralar bərabərliyin bir addımlığındadır. Yəni ağların üstünlük kimi göstərilən gedişi, kompüter burada vəzir Y2 gedişini göstərir. Üstünlük tam da vermir. Çünki qaralar D-yə, fil Y4, at Y4, vəzir Y4-də yoxsa başlayın, D-yə, fil Y4-də vəzir Y7 gəlmək lazımdır. Vəzir at Y4 də olar, amma vəzir Y7 gedişi daha güclü gedişdir. D-dən sonra isə at Y4, vəzir Y4. Qaralar burada piyadasız olmağına baxmayaraq yetəri qədər kompensasiyası var və hətta deyərdim ki, qaralarla oynamaq yəqin ki, daha rahat olacaq. Fil C6-ya gəlmək istəyir, uzun qala, vəzir J6. Bu vəziyyət yetəri qədər çətindir. Burada Nodirbək ola bilsin ki, artıq bərabərliyə yönəlir. D-yə, Y, və FJ,
aralıq gediş, fil G7, vəzir F3, at G5. Bura qədər hər şey əla, əla deməzdim, yəni problemsizdir. Ağlar bu vəziyyətdə ən qısa müddətdə qala qurmağa can atmalıdır. Bunu etməyin yeganə yolu isə fil D7, məsələn, yeganə deməzdim, 2 dənə yolu var. Biri budur, vəzir D7, vəziri qoyuruq Y3-ə, qala qurma, qursa qala qurma qurub şahı burada aradan çıxardırıq. Amma burada qaraların ən yaxşı gedişlərindən biri yəqin ki uzun qala. Uzun qalaya da uzun qala qurmaq, qısa qala burada top quşu 8 gəlib bu xətt üzərində hücuma keçməyə cəhd eləməkdir. Amma məsələn burada bunu vurmaq artıq özlüyündə böyük problemdir. Vəzir saatdan sonra ağlar mat ola bilər. Yəni qısa qalaya ən qısa zamanda qurmalıydı. Vəzir G3 gedişi mənə elə gəlir. Məntiqli gəlir. Bu arada kompüter deyir ki, vəzir D3 gəlib bəlkə qala qurmanın qarşısına almaq daha məntiqlidir. Amma burada artıq şahın mərkəzdə olmağı o qədər də təhlükəli deyil. Vəzir olmayanda şah mərkəzdə mat olma ehtimalları xeyli azalır. Digər önəmli gediş isə burada vəzir Y2 gedişidir. Vəzir Y2-yə C6-ya burada ağlar qala qurma qurur və sonra F4 gedişindən sonra atı geri qaytarır və bərabərliyə çox yaxındır. Və bu anda nə isə bir gözlənilməz hadisə baş verir. Mən bunu heç cür əsaslandıra bilmirəm ki, necə olur ki, Nodirbək kimi yüksək səviyyəli şahmatçı piyadanın arxasınca qaçır. Başlanğıc səviyyəsində şahmatçılar adətən piyada görəndə belə deyək ki, dayana bilmir və dərhal qamarlamağa çalışır. Vəzir B7 kobud səhvdir. Qala qurma qurandan sonra indi artıq ağlar şahı qala qura bilmir. Qala qursa top B8 gedişindən sonra B5-dəki fil itirilir. Ona görə qala qurmaq imkanı yoxdur. Fil D7 vuranda isə burada qaralar vəzir D7 vurmur. Çünki vəzir D7 ağlar qala qurub şahı mərkəzdən qaçarda bilər. Sadəcə olaraq at D3 şah verir. Şahın qala qurmağını pozur. Çox önəmli gedişdir. Bundan sonra isə fili götürür. Baxmayaraq ki, ağların 2 dənə artıq piyadası var. Amma şah çox zəifdir. Yəni şahın zəifliyi bu bir də 2 piyadadan da əlavə heç olmasa bu daşlar məsəl üçün belə deyək fil Y3-də at D2-də olsaydı müdafiə qurmağa şansları olardı, amma burada ağların heç bir şansı yoxdur və Arjun Ergaisi rəqibə bir an belə göz açmağa imkan vermir. At A3 ağlar topu qoruyur. Top Y8 artıq mat təhlükəsi yaratdı. Fil Y3. Fil Y3 gəlir, bunu Y xəttini bağlamaq istəyir. Amma fil burada C1-də önəmli bir tapşırıq həyata keçirdirdi. B2 xanasını qoruyurdu. Artıq qorunmur. Top B8, vəzirə hücum elədi. B2-ni götürmək istəyir. Vəzir F3, top B2. Artıq ağların cəmi cümü bir piyadası var. Artıq o da ki tezliklə gedəcək. At C4, top C2, top D1. Vəzir A4-də gəlir, bağlamadan çıxır. Top D3-ə isə vəzir C4 gəlir, bağlamaya salmaq istəyir. At D2 məcburiyyətdən, yəni burada ağlara yaxşı gediş təklif eləmək də olmur. Yəni bütün gedişlər məğlubiyyətə aparır da demək olar. Burada top A2 vurur, piyadanı götürdü. H3 gəlib, heç olmasa şahını bura necəsə aparmağa çalışır. Nodirbək, amma burada xeyri yoxdur. Top A1. Şah Y2 isə at F4 gəlir. Artıq şah Y1 gəlsə, burada deyəsən at G2 gedişi olmur belə. At G2 vurur. Yəni tamamilə udulmuş vəziyyətdir. Vəzir F4 heç olmasa son anda deyir ki, vəziri verib necəsə bir bərabərlik şansları yarada bilər. Amma əbəs yerə burada vəzir G2-yə hücum eləyir və buradan da şah yaradır. At C4-də vəzir B5, şah D3 isə vəzir B3-dən sonra ağlar təslim olur. Yəni top fil olmağına rəğmən, top fil adətən vəzirə qarşı müdafiə qura bilər, amma bu şahla yox. Belə bir şahla heç bir şansı olmayacaq. Çox maraqlı oyun oldu. Yəni bilmədiyinə görə vəziyyətin Nodirbək zəif oyun nümayiş elətdirdi. Bu isə göstərir ki, nə qədər önəmlidir bildiyiniz vəziyyətlər oynamaq. Hətta vəziyyət obyektiv olaraq ağlara üstünlük olsa belə o vəziyyətə getmək lazım deyil. Ona görə gələcəkdə oyun oynayanda rəqib sizi
hətta özü üçün bir qədər pis vəziyyətə də çəkmək istəsə, hansında ki sizin təcrübəniz yoxdur, bəlkə də ora getməmək daha məntiqli olar. Bu birinci qayda, ikinci qayda isə həmişə şahın təhlükəsizliyini təmin etməyinizə əmin olun. Bu qaydalara əməl etsəz, mənə elə gəlir ki, bu oyundakı kimi qısa 20 gedişdən sonra təslim olmaq olardı. Yəni 20 gedişə miniatür deyirlər adətən. Normalda yəni o vəziyyətdə Norderberg təslim ola da bilərdi və bu oyun miniatürlər siyahısına düşərdi, amma uzandı biraz, gedişə fərqi yox idi. Yəni uzandı deyəndə 26 gediş oldu cəmi-cümü, inanılmaz. Qısası, yəni dünyanın ən güclü şahmatçılarından biri belə bu cürə məğlub ola bilər. Yəni hər şey şahmatda mümkündür. Bu təbii ki, belə oyunlar nadir olur, amma ara sıra qarşımıza çıxır və onlardan örnək kimi istifadə edib öz oyunlarımızda təkrarlamamağa çalışmalıyıq. Diqqətinizə görə təşəkkürlər. Kanala abunə deyilsə olun və videonu da bəyənməyi unutmayın. Hələlik özünüzə yaxşı baxın.